Əhməd ibn Həmbəlin zamanına qədər heç vaxt əhl-i sünnə sözü istifadə olunmayıb. Əhməd ibn Həmbəlin zamanında bu söz Əhməd ibn Həmbəl tərəfindən istifadə olundu. Əlbəttə, əhl-i sünnə yox, sahib-i sünnə. Deməli, bu söz əslində bidətlərdən biridir ki, Əhməd ibn Həmbəl əlavə edib. Bu birinci məsələdir ki, Əhməd ibn Həmbəlin zamanında böyük dəyişikliyə səbəb oldu. İkinci məsələdə İmam Əli əleyhissalamın xəlifə kimi qəbul edilməsi və Raşidi xəlifələrdən hesab olunmasıdır. Əhməd ibn Həmbəlin zamanına qədər Əhl-i Sünnə vəl Cəmaə heç də Əli əleyhissalamı Raşidi xəlifəsi kimi qəbul etmirdilər. Yəni, Həzrət Peyğəmbərin xəlifəsi olaraq tanımırdılar və bu şəkildə onu qəbul etmirdilər. Lakin Əhməd ibn Həmbəlin zamanında Məmun Ər-Rəşidin məktubundan sonra Əhməd ibn Həmbəl qəbul etdi və ona görə də Əhməd ibn Həmbəlin bəzi kitablarında xəlifələrin adını sayanda 3 dənə xəlifə sayılır Osmana qədər, bəzi kitablarında, yəni son kitablarında isə Əli əleyhissalamı da xəlifə olaraq ora əlavə edir.